Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshablar üzerine olsun. Uca Allah Teala bizleri Ramazan ayına yetiştirsin. Bereket ayına yetiştirsin. Ramazan ayının gelişi böyük bir nimettir. Ona göre her bir mümin dua etmelidir ki Allah'ım sen bizi Ramazan ayına kavuştur. Bakın diye Ramazan geldi ey düşünenler. Ömrünüzden bir il ötüp geçti. Reyyan kapısından yalnız oruç tutanlar girer. Onu sevinçle karşılayın. Çünkü ömür kölge kimi tez geçir. Kapıların en değerlisi oruç kapısıdır. Düşünün. Ona göre Ramazanı necə qarşılamalıyıq? İstiğfarla, yani estağfurullah zikriyle. Neye göre? Çünkü Ramazan ayında müvəffəq olanlardan olaq diye. Ola bilsin ki insanın günahları olsun ve Ramazan ayında müvəffəq olanlardan olmasın. Yani dua ile, zikirle geçirmeyde Allah onu müvəffəq etməsin. Ona göre istiğfar. Ramazana yakın estağfurullah. Çünkü alimler buyururlar ki xeyir mövsümlerinden önce estağfurullah zikrini çok aldın ki Allah da Ramazan ayında sizleri müvəffəq edenlerden eylesin. Bakın estağfurullah dilimizden düşürmeyek. Bir il günahlarla geçip bilerek ve bilmeyerek hatalar ettik. İstiğfar kalbi bu yüklerden temizleyir. İstiğfar neye göre? Ramazan pak kalb isteyir. Çünkü bir kalple gelen bereket tam his olunmur. İstiğfar kalbi Ramazana hazır edir. Bağışlanma kapıları açılır. Ramazan rəhmət ayıdır. Rəhmət isə tövbə və istiğfarla qarşılananda daha tez iner. İbadetin dadı artır. İstiğfar eden insanın namazı, orucu, duası daha səmimi olur. Allah'ın sevdiği haldır. Allah tövbe eden bəndələrini sever. Ramazana bu sevgiyle girmek böyük bir nemətdir. Ona göre de Ramazan gələndə, Ramazandan əvvəl ilk sözümüz bu olsun. Bununla hazırlaşaq. Estağfurullah. Bu söz Ramazanın kapısını açan açardır. Bir dinleyicimiz yazıb ki donur. Hamımızda donur yoksa internetim hamımızda donur. İnternetim yaxşıdır axı. Arada bir internet de çıxır girir. Olur. İndi necədir? Tamam. Arada olur da o internet. Uca Allah buyurur. Arada donur. Deməli internetlə əlaqəlidir. Arada donanda yazın inşallah. Deməli Ramazan ayı Allah da Kur'an-ı buyurur. Əl-Bəqərə surəsi 185-ci ayə. Ramazan ayı onda Kur'an nazil edilmiştir. Yani Ramazan ayının en güzel üstünlüğü nedir? Kur'an nazil edilmiştir. Bu Instagram'da donur dediler. Bu niye internetten çıkıp tutabilmedim yani. Dondu yani donmaz. Niye? İnternetimiz yaxşıdır axı. TikTok'ta maşallah problem yoktu. TikTok halal olsun. Bir dəqiqə Instagram'ı düzeldim. TikTok yaxşıdır. Bu Instagram'da problem var. Niye donur bilmirəm. İndi necədir biz? Halal olsun TikTok'a. Gelin TikTok'a. Allah da Kur'an-ı Kerim'de buyurur. İndi düzeldi Instagram'dakiler. İndi necədir? Instagram bir dənə yazsın başlayaq. Instagram'dakiler bir yazın görüm. Yine donur. Instagram yaxşıdır. Tamam. Donanda deyin.
Allah da Kur'an-ı Kerim'de buyurur, Ramazan ayı Kur'an nazil edilmiştir. Subhanallah. El-Bəqərə suresi 185. ayə. Peyğəmbərimiz s.ə.v buyurur, Ramazan girəndə rəhmət qapıları açılar, cəhənnəm qapıları bağlanar və şeytanlar zəncirlənər. Baxın. Uca Allah buyurur, ey iman gətirənlər, sizə oruc fərz edildi, yəni vacib edildi. Baxın, Ramazan ayı bu ayda Kur'an nazil edilmiştir. Buyurması Allah Teala neye göre bunu buyurur? Çünkü Ramazan diğer aylardan üstünlüğü de məhz bundadır. Çünkü Allah bu ayı Kur'an'ın nazil olduğu ay olarak seçmiştir. Subhanallah. Bu ay necə değerlidir? Bu ümmet için ne kadar güzel fəzilətlər, ne kadar büyük xeyirlər daşıyır. Düşünün. Ona göre bazı alimler buyururlar ki Ramazan ayının 40 adı var. 40'tan çok adı var. Onlardan bəziləri bunlardır. Instagram yenə donur, yazmadınız mənə. Axı, internet var. Yenə çıxdı internet. Bilmirəm nə deməkdir bu. Niyə belə eləyir? La ilahe illallah. İncidir bu məni. Subhanallah. İndi yaxşıdır. TikTok halal olsun. TikTok'u görürsən. Bəzi alimlər deyirlər ki, Ramazan ayının 40 adı var. Düşünün. Yəni 40'tan çox adı var. Onlardan bəziləri bunlardır. Allahın ayı, oruc ayı, ibadət ayı, cennet ayı, namaz ayı, ihsan ayı, ihsan yani yaxşılıq, etikaf ayı, etikaf yani Ramazanın sonunda etikaf edirlər, səbr ayı, münacat ayı, münacat ne deməkdir? Allah'a səmimi yalvarış ayı, bərəkət ayı, təqva ayı, təravih ayı, səxavət və cömertlik ayı. Görün ne kadar Ramazanın adları var. Yani Ramazan təkcə oruç değil. Namazdır, səbirdir, duadır, təmizlənməkdir. Allah'a yaxınlaşmaq üçün tam bir fürsətdir. Subhanallah. Görün Ramazanın ne kadar adları var. Instagram'dakiler donmur da inşallah. Bir yazın, devam edeyim de incitliye laf bizi bu internet. Instagram'dakiler necədir vəziyyət? Devam edeyim. Instagram'dakiler bir cevap yazın. Donur donmur. Devam edeyim. Donmur, tamam. Ramazan neye göre Ramazan ayı adlanıb? Ramazan niye Ramazan adlanıb? Çünkü Ramada sözünden gelir. Yani günahları yandırır, əridir, yox edir deyir. Subhanallah. Düşünebilirsiniz. Ramazan adının məhz adı bununla əla. Ramada sözünden gelir. Yani günahları yandırır, əridir, yox edir. Bakın ona göre Ramazan ayı önemli aydı. İbn-i Qudəmə buyurur ki, alimlerden birisi, ona göre oruç tutan insan orucunu yalan, qeybət və söyüşdən korumalıdır. Oruç tutan dilini de, bütün üzvlərini de korumalıdır. Allah Ramazan ayını necə uca tutubsa, sen de bu ayı elə uca tut. Bakın deyir ki, salihlərdən birisi belə dua ederdi. Yahya ibn Əbi Kəsir. Bakın bu duanı biz de əzbərləyək. Nədir o? Allahım, məni Ramazana salamat çatdır. Ramazanı da mənim üçün salamat eylə və onu məndən qəbul olunmuş halda al. Ne güzel bir söz. Subhanallah. Yani məni Ramazana salamat çatdır. Salamat çatın. Bəlasız, müsibətsiz. Ramazanı salamat eylə, yəni orucları rahat tuta, xəstəlikdən uzaq və sonra onu məndən nədir? Qəbul eylə. Yəni Ramazan sadəcə bir ay deyil, günahları yandıran, qəlbi təmizləyən, bəndəni Allah'a yaxınlaşdıran bir fürsətdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur, cənnətdə Rəyyan adlanan bir qapı var. Qiyamət günü o qapıdan yalnız oruç tutanlar girəcək. Onlarla birlikte heç kim daxil ola bilməyəcək. O qapı onlar üçündür. Bakın bu ayənin, bu hədisin şərhində
alimlerden birisi buyurur ki, oruç tutanların cennete hususi olarak Reyyan kapısından daxil edilmesi ona görədir ki, onların ibadəti seçilmişdir, əməlləri fərqlidir və orucun Allah qatında xüsusi bir şərəfi vardır. Subhanallah. Yəni, oruç sadəcə ac qalmaq deyil, elə bir ibadətdir ki, cənnətdə belə özünə məxsus bir qapısı var. Subhanallah. La ilahe illallah. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sahabələri müjdələyərək deyərdi, sizə Ramazan ayı gəldi. Bərəkətli bir ay. Allah bu ayda orucu sizə vacib etdi. Bu ayda göy qapıları açılar, yəni cənnətin qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirlənər. Bu ayda 1000 aydan xeyirli bir gecə var, yəni Qədr gecəsi. Kim o gecənin xeyrindən məhrum olarsa, həqiqətən böyük bir xeyirdən məhrum olmuş olar. Subhanallah. La ilahe illallah. Baxın, nə deməkdir? Gözəl bir izah İbn Cavzi rahimehullah buyurur ki, xahiş edirəm, başqa şey yazmayın da bura. Görürsünüz, orucdan söhbət gedir bura. Orucla əlaqəli indi yazmayın, dərs gedir. Baxın, Yaqub əleyhissalamın 11 oğlu vardı. Hamısı yanındaydı. Amma onların üzünə baxıb gözləri açılmadı. Nə zaman gözü açıldı? Yusuf əleyhissalam gələndə. La ilahe illallah. Yəni, elə bunun kimi günah içində olan bir insan da Ramazanın qoxusunu hiss etsə, Quran oxusa, dilini qeybətdən saxlasa, günah yollarından çəkinsə, Allahın izni ilə dünən asi olan bugün bağışlanmış olar, uzaq olan yaxınlaşar, qapalı olan deyil, qəlb açılar. La ilahe illallah. Yəni, Ramazanı nəyə bənzətdi? Yaqub əleyhissalamın evladlarına. 11 evlad, Yusuf onlardan üstün görülür, tək Yusufu. Həmçin Ramazan ayı da, baxın, elədir digər aylar içərisində. Nə gözəl bir bənzətmə. Həqiqətən bəzən alimlərdən gözəl bir nədir? Belə bir bənzətmə gəlir. İnşallah Instagramda problem yoxdur inşallah. Tamam. Baxın, Həsən Basri rahimehullah buyurur. Allah Ramazan ayını bəndləri üçün bir yarış meydanı etdi. Bu ayda insanlar itaətle Allahın razına çatmaq üçün yarışarlar. Bəziləri qabağa düşər və qazanar, bəziləri isə geri qalar və uduzar. La ilahe illallah. İbn Cavzi buyurur ki, Allah xatirinə bu şərəfli ayı fürsət bilin. Bu böyük savabı əldən verməyin. Ramazanın gündüzünü qeybətlə, pis sözlərlə kəsməyin. Təkcə bir üzvü deyil, bütün bədən üzvlərini qoruyun. Yəni, təkcə ac qalmaq deyil, dil də oruç tutsun, göz də, qulaq da, qəlb də. Ramazan bütöv bir oruc istəyir. Kamil oruc bax budur. Bütöv bir oruc istəyir Ramazan ayı. La ilahe illallah. Peyğəmbərimiz buyurur ki, Uca Allah Qüdsəl isə buyurur, Adəm oğlunun bütün əməlləri özünə aiddir. Oruc isə mənim üçündür və onun əvəzini mən verəcəyəm. Bütün əməllərin mükafatını Uca Allah verir. Amma burada orucu özünə nisbət etdi. Baxın, bunu alimlər nə gözəl izah edirlər. Dinləyin. Bu söz orucun nə qədər böyük və dəyərli olduğunu göstərir. Çünki səxavətli olan Allah mükafatını mən özüm verəcəyəm deyirsə, deməli bu mükafat çox böyükdür. Bu çox böyük bir lütfdür, subhanallah. Yəni, bütün əməllərin mükafatını Uca Allah verir. Əməllər Allah ondan 700'e qədər artırır. Amma oruca gələndə deyir ki, mən mükafatını verəcəm deyərək özünə nisbət edir. Deməli, burada böyük bir mükafat var. Saysız, hesabsız. Bilinmir o mükafatın dəyəri, dərəcəsi. Yenə Peyğəmbər buyurur, Adəm oğlunun bütün əməllər öz üçündür. Oruc isə mənim üçündür və mən onun əvəzini verərəm. Baxın, alimlər deyirlər ki, orucun Allaha aid edilməsinin səbəbi budur. Oruc yalnız Allah üçün edilən bir ibadətdir. Tarix boyu kafirlər heç bir zaman orucla Allah'a ibadət etməyiblər. Yəni, oruc tam ixlaslı bir ibadətdir. Yəni, heç kimsə özün yalanlar oruçdan göstərə bilmir. Göstərməyib də. Baxın, nə gözəl bir fayda. Subhanallah. İbn Cavzi buyurur ki, orucun ən böyük fəzilətlərindən biri də budur ki, Allah onu özünə nisbət etdi və buyurdu, oruc mənim üçündür. Ona görə hazırlaş. İndidən niyyətin olsun. Ramazanda oruç tutacaqsan. Baxın, nə deyir alimlər? Allah orucunu özünə aid etdi ki,
Dedi, oruc mənim üçündür. Şeytan onu pozmağa tam yol tapa bilməsin. Bu, qoruma nisbət adlanır. La ilahe illallah. Yəni, oruc qəbuldur. Oruc zəif olsa belə yenə qəbuldur. Savabı az olsa belə yenə qəbuldur. Şeytan onu batil edə bilməz. La ilahe illallah. Yəni, oruc gizlidir. Allahla bəndə arasındadır və mükafatı da birbaşa Allahın öz əlindədir. La ilahe illallah. Peyğəmbərimiz buyurur. Baxın, bunu çox soruşurlar. Diqqətlə dinləyin. Soruşurlar, Peyğəmbərimiz buyurur. Ramazanda şeytanlar zəncirlənir. Belə bir sual yaranır. Hamınız da bunu soruşmuşsunuz dəfələrlə. Əgər şeytanlar zəncirlənirsə, bağlanırsa, niyə Ramazanda da günahlar, pisliklər edirlər insanlar? Gözəl sual. Hamınız soruşmuşsunuz. Cavab budur. Şeytanlar orucunu düzgün tutanlara, onun şərtlərini və ədəblərini qoruyanlara təsir edə bilməzlər. Yəni, oruc yalnız ac qalmaq deyil, özünü qorumaqdır. Şeytanlar zəncirlənir, o oruç tutanlara, orucu düzgün tutanlara aldatmır. Amma deyər ki, oruç tutmursa, şeytan onun üçün zəncirlənməyib ki. Baxın, İbn Cəvzi buyurur ki, nə gözəl bir fayda. Bu ay başqa aylara bənzəməz. Bu fəzilət başqa heç bir ümmətə verilməmişdir. Bu ayda günahlar bağışlanar, edilən hər xeyir dəyərli sayılar. Ona görə deyir ki, Allah xatirinə bu ayın gündüzünü orucu layiqincə tutmaqla dəyərləndirin. Gecələrini isə dua, gözyaşı və namazla keçirin. Ramazanın gündüzü oruc, gecəsi ilə əsas nədir? İbadət. Təkcə orucda deyil ki, Ramazan ayı. Yəni, gecəsi başlayır təravih namazı, gecə namazı. Baxın, Allah təala buyurur, bu ibrətdir hamımız üçün. Ey oruç tutmalı çətinlik çəkənlər. Sayılı günlərdir. Əyyəmən mə'dudə, sayılı günlərdir. Niyə? Yəni, Ramazan tez keçər. Amma onun savabı və mükafatı əbədi qalar. Peyğəmbərimiz buyurur, qiyamət günü oruc və Quran bəndə üçün şəfaət edəcək. İbn Cəvzi rahimehullah, baxın nə deyir bu hədisin şərhində. Əgər Ramazan qiyamət günü sənə şəfaət edəcəksə, onda Ramazanda Rəbbinin əmrlərini eşidən və itaət edən bir bəndə ol. Ramazanın qiyamət günü bir qul üçün şəfaəti var, orucun şəfaəti var. O zaman bu ayda Rəbbinə qul olanlardan, ibadət edənlərdən ol. Peyğəmbərimiz buyurur, kim Ramazan gecələrini imanla və savabını umaraq, Allahdan umaraq ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar. La ilahe illallah. İbn Həcər deyir ki, burada qamə sözü gəlir. Nə deməkdir? Yəni, namaz qılmaq nəzərdə tutulur. İmam Nəvavi izah edir ki, Ramazanı qamə, ibadət keçirməkdə, yəni təravih namazı. İmanla, yəni savabı Allahda olaraq, inanaraq, savab umaraq, yəni Allahın rizası üçün göstərişdən, riyadan, başqa niyyətdən uzaq olaraq. La ilahe illallah. Bunun mənası budur. Gör, Ramazan nə qədər fürsətlər var. Kim Ramazanın imanla və savabını Allahdan umaraq oruc da tutarsa, keçmiş günahları bağışlanar. İmanla, yəni Allahın bu ibadətə verdiyi savaba qəti inanmaq deməkdir ki, bunun mükafatı var. Yəni Ramazan orucdur, Qurandır, namazdır. Bağışlanmaq üçün fürsətdir. Baxın, yenə eyni hədisə qaydırıq. Kim Ramazanı imanla və savabı Allahdan umaraq orucla tutarsa, yəni bu deməkdir ki, insan orucu ağır yük kimi görməsin. Ramazan günlərini uzun və ya bezdirici hesab etməsin. Yəni, xoş qəlblə qəbul et Ramazanı. Bu hədisin mənası budur. Kim Ramazanı imanla və savabını Allahdan umaraq orucla keçirərsə, yəni insan orucu ağır yük kimi görməməlidir. Ay, Ramazan nə zaman bitəcək də? Əksinə sevinməlidir. İbadət içərisindəsən. Ramazan günlərini uzun və bezdirici hesab etməməlidir. Yəni şikayət etmədən, narazı olmadan, yorğunluqla yox, razılıqla və sevə-sevə oruç tutsun. Belə oruç tutan insan üçün Ramazan əziyyət deyil, bağışlanma yoludur. Duaların qəbul olma üçün nədir? Fürsətdir. Subhanallah. Baxın, Peyğəmbərimiz buyurur,
Oruç tutanın ağzının qoxusu Allah qatında müşkün qoxusundan daha gözəldir. Müşk nədir? Ən gözəl qoxu. Müşk deyirlər, ətir. Ağ müşk, qara müşk. Çox gözəl bir ətirdir. Həmçinin o sehirdən, müalicədə istifadə edirlər. Baxın, alimlərdən Qadiyyat buyurur, qiyamət günü ibadətlərin özünə məxsus deməli bir qoxusu olacaq. Və o qoxu ətrafa yayılacaq. Ona görə deyilib ki, ibadətlər arasında oruc müşk kimidir. Sakitdir, amma dəyərlidir. Qoxusu hər yerə yayılacaq. Qiyamət günü məhşər meydanında qoxu ilə gedəcəksən. Orucun qoxusu səni bürüyəcək. Görün, nə qədər faydalıdır bu oruc. Baxın, Peyğəmbərimiz buyurur, sahur yeməyi yiyin. Çünki sahur yeməyində bərəkət var. Sahur vacib deyil, amma bərəkətdir. Baxın, alimlər deyiblər ki, sahur yeməyinin bərəkəti bir neçə yöndədir. Sünnəyə əməl etmək. Peyğəmbərin necə sahur edib? Əhli kitaba bənzəməmək. Sahurun bizim sahurumuzla əhli kitabın sahuru fərqlidir. İbadətdə sahur nədir? Güc verməsidir. O vaxt edilən zikir dualara səbəb olmasıdır. Sahur ən yaxşı vaxtdır duaların, zikirləri. Təkcə yemək üçün qalxmırsan ki. O vaxtda zikir, dua, əstağfurullah zikri. Çünki o anlar duaların qəbuluna yaxın vaxtlardır. Və sən sahura qalxanda təkcə yemək deyil. Baxın, zikir, dua, Peyğəmbərin buyruğuna əməl etmək, digər əhli kitaba müxalif olmaq. Bütün bunlar toplananda sahur ibadəti sənin üçün bərəkətli olur. Yəni, oruc dəyərdir. Sahur yeməyi bərəkətdir. Və hər ikisi Allah qatında çox seviləndir. Çoxları görürsən ki, sahura qalxmırlar. Bəli, vacib deyil. Amma nə deyir? İnna Allah və mələikətəhu yusalluna aləl mutəsəhhirin. Uca Allah Teala sahur yeməyinə qalxanlara Allah mələkləridir, xeyir dua edərlər. Subhanallah. Ona görə oruç tutan insan halal olsa belə ona faydası olmayan sözləri tərk etməlidir. Yəni, boş danışıqdan, mənasız sözlərdən uzaq durmalıdır. Bax, nə deyib İbn Rəcəb rahimehullah? Əməllərin savabının artmasının səbəbləri var. Onlardan bəziləri məkanın şərəfli olması. Məsəl üçün, Məkkə 2 rükət namaz 100 mindir. Zamanın şərəfli olması. Ramazan, Qədir gecəsi. Əməl edən insanın Allah qatında dəyəri. Yəni, o insan Allah qatında dəyərlidir. Çünki bu əməli yalnız Allahın razılığını qazanmaq üçün edir. Allaha yaxınlığı və təqvasının çoxluğu. Nə qədər insan Allaha yaxındırsa, o qədər savabı, əməllərin savabları artır. Allah dərgahında insanlar seçilir. Baxın, nə deyir alimlərdən birisi Xəttabi? İmanla və savabı Allahdan umaraq ifadəsi o deməkdir ki, insan Ramazanın günlərini qiymətli saysın. Çünki bu günlərin savabı çox böyükdür. Hər bir əməli Allah Teala neyini artırır. Ramazanda sənin Subhanallah deməyin il içərisində bütün vaxtlardan üstündür. Sənin əstağfurullah kəlmən bütün əstağfurullardan üstündür. Sənin Ramazanda salavat gətirməyin bütün salavatlardan üstündür. Ramazanda dua etməyin il ərzində edilən bütün dualardan üstündür. Həmçinin baxın, sahur yeməyi, bir gün yeməyi yemək şükürdür. Bir gün oruç səbirdir. İman isə 2 hissədən ibarətdir. Şükür və səbir. Bu da Ramazan ayında toplanır. Yəni, Ramazan bizə şükür etməyi də öyrədir, səbr etməyi də və iman məhz bununla kamilləşir. Baxın, Allah buyurur Quran-ı Kərimdə, Haqqa surəsi 24-cü ayədə, onlara deyiləcək, Kulu vəşrəbu bimə əsləftin fil əyyəmil xaliyyə, keçmiş günlərdə etdiklərinizə görə rahatlıqla yeyin, için. Təfsir alimlərindən İbn Abbas, Mücahid deyirlər ki, bu ayə oruç tutanlar haqqında enmişdir. Qiyamət günü insanlar məhşərdə istinin kölgəsində olanda oruç tutanlar süfrələr başında olacaqlar. Baxın, Allah Quran-ı Kərimdə buyurur, onlar tövbə edən, ibadət edən, şükr edən, səyahət edən, nə deməkdir səyahət edən? Maraqlıdır. Rükü edən, səcdə edən, yaxşı işlər əmr edib, pis işlərdə qadağan edən və Allahın halal-haram hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ. Tövbə surəsi 112-ci ayə. İbn Abbas buyurur ki, burada ayədə gedən, səyahət edən, yəni oruç tutanlardır. Bu ümmətdə səyahət orucdur, deyir. Allaha səyahət. Həsən Basri buyurur ki, bu ayədə əs-səihun, yəni Ramazana oruç tutanlardır. Onlar möminlərdən olub orucu davamlı tutanlardır ayənin məqsədi.
Ona görə Ramazan girəndə ibadətlərdə daha çox çalışar Peyğəmbərimiz sallallahu əleyhi və səlləm və deyərdilər, bu elə bir aydır ki, Rəbbim onu ucaldıb, elə isə mən də onu ucaldanlardan olmalıyam. Sən indi sapıqsan, nəsən, oruç tutmursan, tutma da, səni məcbur eləyən var. Biz orucdan danışırıq, sapıq, sən niyə yanırsan? Biz tuturuq, Rəbbimizə həmd edirik. Tutmursan, tutma da, get də, neyniyim? Sapığın bir sapıq. İbn-i Qeym buyurur ki, şeytan gəlməlidir də. Şeytan dözə bilmədi, birisini axırı gətirdi. Şeytanın ən çox sevmədiyi ibadət nədir? Oruc ibadəti. Çünki orucda zəncirlənir, təsir göstərə bilmir. Şeytan birisi də gəlib deyir ki, orucun zahiri üzvləri və daxili qüvvələri qorunmaqda çox qəribə və dərin təsiri vardır İbn-i Qeym. Həm bədəni qorumaq, həm qəlbi qorumaq. İbn-i Cevzi buyurur ki, oruc təqvaya aparan bir yoldur. Çünki nəfsi günahlardan bir çoxuna meyl etməkdən neyniyir? Saxlayır. Ona görə də Peyğəmbər haqqında nə deyərdilər? O insanların ən səxavətlisi idi. Ramazanda isə səxavəti daha da artardı. Alimlər deyirlər ki, Peyğəmbərin Ramazandakı səxavətin artmasının səbəbi budur. Ramazanda Rəbbinin lütfü və ehsanı daha da artır. O isə Allahın sevdiyini sevən bir fitrətlə yaradılmışdır. Allah nəyi sevirdirsə, o da onu daha çox sevirdi ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Ona görə Peyğəmbərimiz Ramazanda xeyirdə daha əli açıq olar. Daha insanlara daha çox nə edirdi? Yardım edərdi. La ilahe illallah. Baxın, İbn-i Qeym buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazan ayında yolu belə idi. İbadətlərin hər növünü artırardı. Ramazanın ən səxavətli vaxtı olardı. Bu ayda sədəqəni və yaxşılığı çoxaldar. Quran-ı Kərimi daha çox oxuyar. Namaz, zikir, etiqafda daha artıq vaxt ayırardı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Baxın, nədir alimlərdən biz İmam Şəfi rahimehullah? Ramazan ayında səxavətli artırmağı sevirəm. Bu Allahın Rəsuluna tabi olmaq üçündür. Yəni, imkanı olanlar daha çox yardım edin bu ayda. Baxın, nədir alimlərdən birisi İmam Əhməd? Nafilə müstəhəb sədəqə, yəni zəkat deyil. Güclü şəkildə tövsiyə olunan bir sünnədir. Yəni, çox vurğulanır ki, sədəqə ver. Xüsusilə Ramazanda fəzilətli vaxtlarda və fəzilətli məkanda ehtiyacın çox olduğu zamanda daha üstündür. Yəni, ən üstün sədəqə hansıdır? Ramazan ayında verilən sədəqə. Bəzi insanlar soruşuldu, oruc niyə buyurulub? Belə cavab verdilər. Zəngin aclığın dadını datsın və ac olanı unutmasın. Orucdan məqsəd budur. Zəngin hər zaman yiyir, basışdırır. Kasıb görürsən o qədər yiyə bilmir. Zəngin oruç tutanda aclığı hiss edir. Aclığı hiss edib şükür etmək üçün deyil. Aclığı hiss etdin, indi get kasıblara daha çox yardım elə. La ilahe illallah. Baxın, nədir alimlərdən birisi? Orucun sünnələrindən biri də xeyirli əməllərini artırmaqdır. Yəni, namazın sünnəsi var, müstəhəbi. Orucun sünnəsi nədir? Xeyir əməlləri artırmaq, Quran oxumaq, zikir, sədəqə və digər yaxşı əməlləri çoxaltmaqdır, deyir. Subhanallah. Baxın, nə deyir alimlərdən birisi? Orucun bəhrələrindən biri də günahların silinməsidir. Çünki oruç tutan insan ac qalanda aclığın nə olduğunu hiss edir və bu hal onu ac olanı yedirtməyə sövq edir. Rəhmət isə ancaq mərhəməti sevənlərə göstərilir. Əgər başqa vaxtlarda sədəqəyə görə Allah qulunu bağışlayırsa, gör Ramazan ayında bir fağıra yardım etməyin Allah dərgahında dərəcəsi nə deməkdir? Baxın, nə deyir İbn Rəcəb? Orucla sədəqəni bir yerdə etmək günahların bağışlanmasında daha güclüdür. Cəhənnəmdən qorunmağa və ondan uzaqlaşmağa daha təsirlidir. Xüsusilə buna gecə namazı da əlavə olunarsa. La ilahe illallah. Baxın, nə gözəl. Baxın, nədir? Şeytanın sizi aldatmasına imkan verməyin. Rəvayətdə gəlir ki, bəndə Allah rızası üçün bir dirhəm sədəqə verməyə niyyət edəndə şeytan onun qəlbində yoxsulluq qorxusundan 40 qapı açar ki, onu sədəqə verməkdən saxlasın. Subhanallah.
La ilahe illallah. Yani bir dirhem sədəqə verecek, şeytan 40 tane korku kapısı açır. Niye? Sədəqə verməyəsən diye. Ve sonra böyle bir güzel şehir var. Deyir, xəsis insan öldükdə arkasınca pis ad qalar. Malı isə varislərin əlinə keçər. Niye? Allah üçün heç nə paylamadı, kasıblara, fağırlara neynədi, əl tutmadı. Ona görə Peyğəmbərimiz s.ə.v oruçtan hakkında buyurmuştur. Oruçtanın iki sevinci vardır. Ne demeydi bu? Bu hədisləri gözəl anlamaq lazımdır. Xoşun gəlmir, ay ateist. Tərk elə də canlını. Get ateistlərin yanına, kafirlərin yanına. Ne işin var sənin burada möminlərin yanında? Şeytan illa ki bu ateistləri gətirməlidir bura. Lənət olsun bu şeytana. Rədd elə ateistləri apar o ateistlərin zibilliyində. Ne işin var sən? İnşallah möminlərin bir yere yığışıb, din öyrənirlər. İlla şeytan bir dənə ateisti bura gətirməlidir də sapığı. Bakın ne deyir Peygamberimiz sallallahu aleyhi ve sellem? Oruçtanın iki sevinci vardır. Ne demeydi iki sevinci vardır? Bunu güzel anlamak lazımdır. İbn-i Cevzi rahimehullah bunu güzel izah edir. Biri iftar vakti hiss olunan sevinçdir. Yemek ve içmekle olan sevinç. Diğer ise iman sevincidir. Orucu tamamlamaya müvəffəq olmağın sevincidir. Subhanallah. La ilahe illallah. Ona göre insan sevinir. Peygamberimiz buyuruyor oruçtanın iki sevinci vardır. İftar ettiği vaxt iftar ile seviner. Rabbine kavuştuğu zaman ise oruç ile seviner. Ne demeydi bu hadisin mənası? Rabbine kavuştuğu zaman olan sevinç orucun karşılığında göreceği mükafat üçündür. İftar vakti olan sevinç ise ibadetini tamamlamasına olan sevinçtir. Bəziləri bilirlər ki, yani iftar vakti sevinç ancak yemek sevincidir. İftar vakti sevinç yemekten daha üstün bir sevinç var. Orucu tamamlama sevinci. Mümin sevinir ki bugün orucumu tamamladım. Onu pozan şeylerden korunmasına ve savabın ummasına göredir. Təkcə yemeğe göre sevinmir ki mümin insan. Subhanallah. Bakın güzel bir fayda İbn Teymiyyə buyurur. Oruç ibadetin açarıdır. Nəfsi şəhvətlərdən saxlayır. Oruçtan vaxtı ibadətlər çoxalır. Bakın insan daha çok zikredir. Ona göre deyir ki alimlerden İmam Əhməd oruçtan insanın orucunu xüsusilə diliyle korumağa dikkat etmelidir. Yani oruç halında qeybət etməsin. Bakın ne diyor? Orucun savabının neçə qat artıldığını yalnız Allah bilir. Orucda ixlas ne kadar güclü olarsa Allah üçün haram ve məkruhlardan da ne kadar temiz tutulsa savabı bir o kadar çok olur. Bakın hayatın değerini anlayan onu fürsət bilər Ramazan ayını. İtaətlərin qazancını bilen ise onlardan ayrılmaz. İbn Həcər buyurur ki, sədəqə insanı cəhənnəmə aparan günahların birçoğunu siler. La ilahe illallah. Ve bu Ramazanda olarsa ne olar? Eğer sədəqə diğer vaxtlarda cəhənnəmə aparan günahları silirsə, bəs Ramazanda necə ola bilər o? Bakın ne diyor Peygamberimiz? Kim bir oruç tutanı iftar ettirerse onun kadar savab kazanar. Oruç tutanın savabından ise hiç ne? Azalmaz. Bakın ne demeydi bu mənası? İbn-i Cevzi açıqlayır. Kim oruç tutana yemeği vererse, iftar vererse oruç tutanın savabı kadar savabı alar. Öyleyse çalış ki Ramazanı sanki günde 2 defa oruç tutsun ki yaşayasan. Ne demeydi o? Subhanallah. Necə ola bilər ki Ramazan ayı 2 orucu olsun? Düşün eğer bir oruç tutsan bir tane de fağıra yemeği verirsen. Bir o kadar savab kazanırsan. Sanki 2 Ramazan tutmuş olursan. La ilahe illallah. Çok insana yemeği verirsen neçə Ramazan savabı kazanırsan? Düşün. La ilahe illallah. Bu çok güzel fayda da. Bunu bir de tekrar edirəm. Ey imkanlar, Ramazan ayında iftar verin kasıblara, sədəqə verin, yemək yedizdirin. Fağırların qaynını doyuzdurun. Bakın ne diyor? Kim bir oruçtan iftar ettirerse
oruç tutanın savabı qədər savab alar. Elə isə çalış ki, Ramazan sanki gündə 2 dəfə oruç tutmuş kimi yaşayırsan. Çünki nə deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem? Oruçtan, başqa bir oruç tutana bir kasıbı doyuzdurursansa, onun qədər savab sənə yazılır. Yəni bir Ramazan həmən günün savabı da sənə yazılır, amma oruç tutanın savabından azalmaz. Allahın lütfüdür, mərhəmətidir. Subhanallah. Baxın, alimlərlə Həmməd ibn Sələmə onun haqqında deyilir ki, Ramazan ayının hər gecəsi 50 nəfərə iftar verərdi. 50 nəfərin o günün savabı qazanardı. Gör onun Ramazanı nə qədər olur? La ilahe illallah. İnsanlar var, hər gün 100 nəfərə sədəqə, 100 nəfəri yedizdirir. Allah razı olsun. Baxın, kim bir oruçdan iftar verərsə, az olsa belə, bir xurma, bir su, oruç, onun savabı oruç tutanın savabına qədər bərabər şəkildə tamamlanır. Nəyə imkanın varsa. Kim bir oruç tutanı iftar etdirərsə, onun qədər savab qazanar. Bu ifadənin zahir mənası odur ki, az, çox fərqi yoxdur. Baxın, nə deyir İbn-i Cevzi rahimehullah? Oruç tutan ədəblərindən biri də zahiri üzvlərin günahdan qorumaq, əl, göz, digər isə daxili halını qorumaqdır. Çirkin sözlərdən, qeybətdən uzaq durmaq lazım. Çünki insanlar ətini, qeybətini yeyən həqiqətən də oruç tutmuş sayılmaz. Gözə də harama baxmaqdan qorunmalıdır. Bax, nə deyir tabinlərdən Əbul Əliyə? İnsan heç kim haqqında qeybət etmədiyi müddətcə ibadət halındadır. Hətta yatağında yatarkən belə, yəni Ramazanda sən dincəlirsən belə, yatırsan belə, o sənə qeybət etmirsən oruç əsnasında, o yuxun belə sənə ibadət sayılır. La ilahe illallah. Baxın, nə deyir sahillərdən birisi? Ramazanda baş verən qadağan olmuş əməllərin çoxu insanın nəfsindəndir. Çünki nəfs hilədə şeytandan daha güclüdür. La ilahe illallah. Baxın, nə deyir alimlərdən Qazali rahimehullah? 2, yəni bədənində, nəfsindən deyir, çəkin deyir. Səni günaha sövq edən odur. Sahibindən ölümə qədər ayrılmaz. Şeytansız Ramazana zəncirlənə uzaqlaşar. Nəfs şeytandan da təhlükəlidir. Şeytan ən azı oruç tutandan Ramazana uzaqlaşır. Nəfs isə uzaqlaşmır, daim səninlədir. Baxın, gözəl bir fayda. Orucdan kənar vaxtlarda məkruh bəyənilməyən əməllər deməkdir. Və ya haram olan söz və əməllər oruc vaxtında daha ağırdır. Daha da qadağan və daha da çirkin sayılır. Oruçla insanı qeybət edərsə, orucunu deyir, yırtar deyir. Zədələyər. O yırtığı da nə yamayar deyir? İstiğfar. Yəni oruc əsnasında belə əstağfurullah zikrini deyir, dilindən düşürmə. Baxın, nə deyir Əbu Hüreyrə? Qeybət orucu cırar deyir, yırtar deyir. İstiğfar isə onu yamayar. Sizdən kim bacarırsa, yamalı bir orucla gəlsin. Heç olmasa, yəni əstağfurullah nədir? Dilindən düşürməsin Ramazan ayında. Salihlərdən biz demişdir, oruc insan üçün cəhənnəmdən bir qalxandır. Onu yırtmadıqca, pis və çirkin sözlər bu qalxanı zədələyər. İstiğfar isə zədələnən yerləri bərpa edər, düzəldər. Yəni, Ramazanda da əstağfurullah zikrini dilindən düşürmə, çünki hər kəsin səhvi var. Baxın, nədir İbn-i Cevzi rahimehullah? Oruc 3 cürdür. Ruhun orucu. Uzun arzuları qısaltmaq, yəni uzun xəyallar, ya belə, axirət onudur. Ağlın orucu nəfsin istəklərinə qarşı çıxmaqdır. Bədənin orucu isə yeməkdən, içməkdən və oruc əsnasında cinsel layıqdən çəkinməkdir. Ona görə baxın, İbn-i Qeym buyurur ki, əsl oruc bədən üzvlərinin günahlardan oruç tutmasıdır. Mədəni isə yeməkdən və içməkdən oruç tutmasıdır. Necə ki, yemək və içmək orucu pozursa, günahlar da savabı azaldır. Bəhrəsini körlayır. Beləliklə, insan elə bil ki, oruç tutmamış kimi olur. Baxın, alimlərdən birisi buyurur ki, İbn-i Uyeyni rahimehullah, oruc bədən üzvləri ilə edilən ibadətlər içində elə bir ibadətdir ki, onun savabını heç kim iddia edib əlindən ala bilməz. La ilahe illallah. Orucun bəhrəsi nəfsin təmizlənməsidir. Bax, orucun cəhənnəmdən bir qalxan olmasının səbəbi budur ki,
Oruç şəhvətlərdən çəkinməkdir. Halbuki cəhənnəm şəhvətlərlə əhatə olunmuşdur. Oruç tutanların halını yaşamayan, onların nəfsani istəklərinə şərik olmayan və Rəbbi ilə gizli yalvarışların şirinliğini dadmayan insan onların niyə ağladığını anlaya bilməz. Ramazanda elə bir göz yaşları vardır ki, insan hardan bilsin? Oruç tutmayan, bu qəlbindəki imanı hiss etməyən hardan bilsin? Sizə bir maraqlı bir şey dediyim, arada yoruldunuz. Məscidlərin birində, yanında, deməyəcəm hansı məsciddir, olmuş hadisə. Yəni, bu alimin sözü ona uyğundur. Yəni, oruç tutanların halını yaşamayan, onların nəfsani istəklərinə şərik olmayan, Rəbbi ilə gizli yalvarışların şirinliğini dadmayan adam onların niyə ağladığını anlaya bilməz. Məscidlərin birində Ramazan ayında təravih namazı qılınır. İmam da çox gözəl oxuyur və insanlar da namazda ağlayırlar, imam da ağladı. Birisi də bəzi o yaşlı qadınlar var, misal üçün, otururlar belə, hər şeyin qeybətini edirlər. Balkonda çıxıblar yaşlı qadınlar. Orada indi cemaat namaz qılır, ağlayır. Bunlar oruç bilmirlər, heç nədir ki. Nədirsə də yaxşıdır. Ayəzdir, bunlara baxdı, keyfindən ağlayır. Ayəzdir, bunlara baxdı, keyfindən ağlayır. La ilahe illallah. La ilahe illallah. Keyfindən ağlamır, qəlbində olan Allah sevinci, gözəllikdən ağlayır. Qadınlar deyir ki, bunlara bax, keyfindən ağlayır. Yəni, təravihdə keyfindən ağlayır, yoxsa imandan ağlayır. Bu olmuş hadisədir, istədim sizlərə danışım. Yəni, o Ramazandakı o hissi, o ibadət ləzzətini, o gözəlliyi qəlbində yaşamayan, hardan bilər ki, niyə oruç tutan insanlar gecə namazında ağlayır, orucda ağlayır. O hissi gərək insan yaşasın ki, qəlbən o zaman bilər ki, niyə insan Allah sevgisindən göz yaşı tökür. Ya, ağəz, bunlar deyir, keyfindən ağlayır. Baxın, nədir İbn-i Cəvzi rahimehullah? Kim ciddi çalışarsa, istədiyinə çatar. Tapmaq deyil, çatmaq yatmaqla olmaz. Fəzilətlər səbir və əzmlə əldə edilir. Alsan da yerində möhkəm dayandığın üçün, aslan da yerində möhkəm dayandığı üçündür aslandır, deyir. Baxın, nədir İbn-i Rəcəb rahimehullah? Bil ki, mömin Ramazan ayında nəfsinə qarşı 2 cihad edir. Gündüz orucla cihad, gecə isə namazla, təravih namazı ilə cihad. Cihad bu deməkdir. Yəni, insan nəfsinin qorunması, insan bununla deyir, əslində neyini? Cihad edir, deyir. Görün, nə gözəl bir məsələlərdir. Həqiqətən də inşallah yenə də davam edəcək, oxuyacaq Allahın izni ilə. Çünki Ramazan bu qədər nədir? Gözəldir. Bugünkü dərsimiz inşallah bu qədər kifayətdir. Ramazan barəsində bu qədər kifayətdir Allahın izni ilə. İnşallah davam edəcək, davamı gələcək Allahın izni ilə.